Serebral iflic və epilepsiyadan əziyyət çəkən xəstənin dərman təminatı ilə bağlı ciddi problem yaşanır. Bu haqda Yeni Sabaha şikayət məktubu daxil olub. Bakı sakini Aytac Əliyeva qeyd edib ki, 20 ildir dövlət tərəfindən bacısına verilən dərmanlar təbibin yeni qərarına əsasən artıq ödənişli formada hər hansısa aptekdən alınmalıdır. Bacım Aydan Əliyeva artıq 20 ildir ki, serebral iflic, epilepsiya və başqa yanaşı xəstəliklərdən əziyyət çəkir. Velminin rəyinə əsasən bu xəstəliklərin tam salması mümkün deyil və Aydanın həyatda qalması gündəlik olaraq qəbul etdiyi xüsusi dərmanlarla mümkündür. Uzun illərdir ki, bu dərmanlar ona dövlət tərəfindən 9 saylı poliklinikanın verdiyi resept əsasında təmin olunur. Bildirmək istəyirəm ki, şəhər apteklərindən əldə olunan eyni adlı dərmanlar Aydana eyni təsiri göstərmir və ciddi fəsadlara səbəb olur. Bu səbəbdən yalnız poliklinikanın yönləndirdiyi aptekdən verilən dərmanların istifadəsi onun sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Ancaq bu günlərdə Aydanın həmin poliklinikada qeydiyyatda olan həkimi tərəfindən qeyd edildi ki, artıq təbibin qərarına əsasən bu dərmanlar onlara verilməyəcək. Bu təkcə bir xəstənin deyil. Ümumilikdə minlərlə bu cür ağır diaqnozlu insanın həyatını birbaşa təhlükə altına qoyur. Əlavə edək ki, Aydan dərmanları bir gün belə qəbul etmədikdə şiddətli qıcolmalar baş verir və həyatı təhlükə ilə üz-üzə qalır. Bu səbəbdən məsul qurumların, xüsusilə təbib və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dərman təminatının bərpa edilməsi ilə bağlı məsələyə aydınlıq gətirməsini tələb edirik.